Salam dostlar. Bugün görəcəyimiz iş olacaq. BMW F01'dir. Problem gördüğünüz kimi problem nə yaradır maşında? Aşağı əsasən də aşağı sürətdə maşın gedəndə birdən maşın sönür və sönməmişdən qabaq boğulmalar yaranır. Sonra injektor işığı yanır. Bu gördüyünüz xəbərdarlıq yazır və sürüşməyə qarşı olan sistem yanır və bir çox nöqsanlar verir, problemlər verir. İndi onu prosta söndürüb xodlamışıq deyini, oradakı problemlər görsənmir. Amma şəklini çəkmişəm, arada göstərəcəm. Diaqnostika elədim, dəqiqləşdirdim ki, problem qalinvalın datikindədir. İndi qalinvalın datikini dəyişəcək, problem aradan gələcək. Dostlar, gördüyünüz kimi işləməyən bu qalinvalın datikidir. İndi bunu üstdən çıxmayla başqası ilə əvəzləyəcək. Bir də yerini göstərdim, elə bir çətin yerdə deyil dəyişmək qalinvalın datikini. N54 motordur, gördüyünüz kimi. Bilmirəm, göstərə bilirəm yoxsa yox. Orada bir deşik var. Bax, ora keçir, orada bir bolt var, bağlanır. Dostlar, bilmirəm, görə bilirsiniz yoxsa yox. Hazırda bağlamışam. Hazırdır, qalinvalın datikinə bağladım üstü. İndi yoxlamaq qalır. Düşünürəm ki, normal xodlanacaq. İşıqlar yanında söndü. Xodlandı, normal xodlanır. Bir dənə də sürüb yoxlamalı. Yoxlanılacaq, yoxlamaq lazım olacaq. İnşallah indi sürücü sürəcək. Gedəndə də sönməməyi və boğulma və digər problemin olmayacaq düşünürəm. Sürdü, gəldi də, hər şey öz yerində, nə sönmür, hər şey normal işləyir. Belə, kimin sual olsa, şərh bölməsində yazar, cavablandıraram. Sağ olun dostlar.